Trump'ın yeni tarif planı Azərbaycana hansı şəkildə təsir göstərəcək? Hazırki vəziyyətdə yalnız onu demək olar ki, yeni tarif yeni xərclərdir. Azərbaycanın xarici ticarət dövriyyəsində Birləşmiş Ştatlar 4%-ədək paya sahibidir. My fellow Americans, this is Liberation Day. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump digər ölkələrlə yeni qarşılıqlı tariflərin tətbiq olunduğunu açıqlayıb. Siyahıda hətta sadəcə pingvinlərin yaşadığı Erd adası və McDonald adaları da var. Birləşmiş Ştatlar Azərbaycana da 10%lik gömrük vergisi tətbiq edəcək. Ötən il Azərbaycanın ABŞ-yə ixracatı 135 milyon dollardan yuxarı olub. Ölkələr arasında ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 750 milyon dolları üstəliyib. Azərbaycanın xarici ticarət dövriyyəsində ABŞ-nin payı 3,68%-dir. Ötən il sonunda isə Birləşmiş Ştatların Azərbaycanın ixracında payı 0,51% olub. Bu demək ki, Amerika Birləşmiş Ştatları ilə xarici ticarətdə Azərbaycanın mənfi saldosu var. Yəni biz Birləşmiş Ştatlardan təxminən 1 milyard 400 milyon dollarlıq daha çox mal idxal edirik. Trump'ın yeni tarifləri Azərbaycanın Amerika Birləşmiş Ştatlarına ixrac etdikləri məhsulun həcminə xüsusi təsir göstərməyəcək. Amma təbii ki, yeni tarif, yeni xərclər demək olduğu üçün bu bizim məhsulların da daha yüksək xərclə Birləşmiş Ştatlar bazarına daxil olmasına gətirib çıxaracaq. Azərbaycandan Birləşmiş Ştatlara əsasən təbii meyvə şirələri və mürəbbələr, toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları, radio və radar avadanlıqları ixrac olunub. Bu ildən yumurta da bu siyahıya əlavə olunub. Ekspertlər hesab edir ki, yeni tariflər məhz Birləşmiş Ştatların idxal edəcəyi məhsulların dəyərinə təsir edəcək. Bu da Vaşinqtonun öz iqtisadiyyatı üçün müəyyən problemlər yarada bilər. Prosesin uzun dönəm ərzində davam edəcəyini gözləmirəm. Çünki hər bir ölkəyə ayrı-ayrılıqda mənfi təsirlər olsa da və həmin mənfi təsirlərin kiçik bir hissəsi toplam olaraq ABŞ iqtisadiyyatı üzərində cəmləndiyi zaman digər ölkələrə olan zərərdən daha çox zərər ABŞ iqtisadiyyatına toplanmış olacaqdır. Bu Amerikada həm sahibkarlığın, həm makroiqtisadi digər göstəricilərin, o cümlədən də inflyasiya göstəricilərinin yüksəlməsinə gətirib çıxardacaq. Trump'ın yeni tarifləri dünya iqtisadiyyatı üçün yeni mərhələ kimi xarakterizə olunur. Digər ekspertlər isə bildirir ki, bu qərar Çin və Avropa İttifaqının Birləşmiş Ştatlara ixrac imkanlarını məhdudlaşdıracaq. Eyni zamanda həmin məhsulların dünya bazarlarında qiymətinin artmasına səbəb olacaq. Azərbaycanın isə bu ölkəyə ixracında son illərin artım dinamikasına təsir göstərsə də, ümumi ixracatında ciddi azalmalar proqnozlaşdırılmır.